Binə qəsəbəsində 160-ın son dayanacağına 300 metr məsafədə geniş bir məhəllədə 3 otaq tam əşyalı ev çıxartdıq. 57 min manata. Nə görürsünüzsə qalır. Bax, mətbəxi də studiya formasında panorama yaradıblar. Elektronikalar götürülür, qalan əşyalar qalır. Koridor sistemli evdir. Girsən belə bir koridor. Burada mətbəx hissəmizdir. Mətbəxi də sizlərə göstərim. Gördüyünüz kimi belə bir mətbəximizdir. Mətbəx mebeli, elektronika əşyalar qalır, amma yox, elektronika götürülür, bütün əşyalar qalır. Belə bir yataq otağımız da var. Bu detski otaqda. Kombisində belə hər şey var. Sanitar qovşağı, aksesuarlar da işləkdir. Koridor sistemində. İndi həyətlə tanış olaq. Bu da evimizin xarici görünüşüdür. Həyətinə də bir maşın rahat girir. Fronton tipli evdir. Pəncərə raşotkalarına qədər çəkilib. Kombisi də burada yerləşir. Podvaldan da bütün otaqlara keçid var. Xırda da burada bağ hissə saxlanılıb. Üstünə daş döşəyiblər, götürürsün bağ üçün, əkin üçün saxlanılıb. Suyu artezan suyudur, qaz işığı da var. Maşında girir 57 min tam əşyalı.